Barakallahu fikum, qəlblərin yumuşalması üçün valideynlərlə yaxşı rəftar etmək. Valideynlərlə yaxşı rəftar etmək. Ata-anaya yaxşı, belə deyək də, bəzən olur ki, subhanallah, bəzən olur ki, biz Allahın muradını anlamırıq. Allahın subhanahu teala muradını anlamırıq. Bu da günahlardan olur. Həqiqətən günahlardan subhanallah. Allah subhanahu teala buyurur ki, وَلَا تَقُلْ لَهُمَا اُفِّنْ Onlara deyir, belə demədi. İbn Abbas radiyallahu anhuma deyir ki, bu ayetin təfsirində deyir ki, Allah deyir, başqa bir kəlmə olsaydı ərəb dilində, kəlməsində yüngül, onu işlələrdi deyir, subhanallah. وَلَا تَقُلْ لَهُمَا اُفِّنْ Onlara belə demə. Bunun müqabilində yaraşarmı ki, bir nə? Anasının atasının üstünə qışqırsın, anasının atasına naləvi sözlər desin, Allah qorusun. Adam heç dilinə gətirmək istəmir, subhanallah. Anasına atasına qarşı qobud olsun. Hansı ki, o ata-ana ondan ötər nədir? Bizə bir misal var, dəridən qabıqdan çıxılır, subhanallah. Yəni, dəridən qabıqdan çıxılır ki, o uşaq nədir? Allahın izinə böyüsün, boya başı çatsın. Yəni, bu cürlə olmayanda qəlb sərtləşir, Allah qorusun. Kim ki, valideynlərlə qarşı nədir? Qayğıkeş deyil, onun qəlbi çox yumuşaq ola bilməz. Məhməkə, nə elirsə eləsin. Qəlbin yumuşalmasını istəsən nə ilə? Valideynlərlə yaxşı rəftar elə.